Peygamber sallallahu aleyhi ve sellemin de dünyaya karşı zahidliği bu məqamda idi. Ona göre Allah Resulü aleyhissalatü vesselam başka hadiste buyurur ki İnnemâ meseli ve meselü dünya kemeseli rakibin qâle fî zilli şecera sümme râhe ve terakehâ. Mənimlə dünyanın misalı bir yolçunun misalına bənzəyir. O yolçu ki, yolda gedərkən bir ağacın kölgəsində qaylulə edir, günorta yatışı, qâle fî zilli şecera sümme râhe ve terakehâ. Sonra oyanır ve oranı terk edip gedir. Həmin o yolçu misalı. Və fikir verin, Peygamber sallallahu aleyhi ve sellem misal çəkəndə necə gözəl misal çəkib qəriblə yolçunu. Çünkü qərib adam və yolçu olan daima nəyi fikirləşir? Öz diyarını və ya gedəcəyi yeri. Və Allah Resulü aleyhissalatü vesselam buyurur ki, bu dünyada da bu cür yaşa. Gedəcəyin yeri, həqiqi yurdu daima fikirləşən ol. Qərib kimi, yolçu kimi o yaşadığın, qaldığın, gəlib keçdiyin yerə bağlanan olma. Necə ki Allah Azze ve Celle buyurur ki İnnemâ hâzihil hayâtud dünya metâ. Həqiqətən də bu dünya həyatı yalnız və yalnız fani keçici bir zövqdür. Və innel âxirətə hiyə darul qarar. Ahirət yurdu isə qərar tutacağınız həqiqi yurtdur.